Chuck Sal, no Chelson, na Dirceu. Ai, Sal! Ai, Sal! Todos eu não posso falar, mas vamos lá. Bu proseslərin hamısını ətraflı deyə bilməyəcəm. Amma bir gün Azərbaycana qayıtmağı düşünürdüm. Lakin bu qədər tez geri dönəcəyimə ehtimal verməzdim. Planda da yox idi. Ferencvaros'a keçəndən sonra hər şey mənim üçün yaxşı idi. Yüksək səviyyədə oynayırdım, çempionatda qol ötürmələrində lider idim. Avropa Liqasında komandamız növbəti mərhələyə çıxmışdı. Həmin vaxt qış fasiləsi yarandı və biz istirahətə yollandıq. Macaristanda belə bir şey var. Biz oyunlar üçün bir gün öncədən bazaya yığışmırıq. Birbaşa evdən maçlara gedirik. Xanımım Samara ilə evdə oturmuşduq və zəng gəldi. Klubun idman direktoru Thomas Hanyalı idi. O mənə dedi ki, Qarabağ qayıtmaq variantı var. İstəyərsən, dedim ki, klub üçün də, mənim üçün də xeyirlisi budursa olsun, gedərəm. Beləliklə bu keçid baş tutdu və geri gəldim. De repente o diretor me liga e me pergunta se eu... Foi tudo muito rápido. Mən ona heç nə demədim. Bildirdim ki, əgər Azərbaycana qayıtmaq sənin üçün yaxşıdırsa, belə qərar verirsənsə səni dəstəkləyirəm. Azərbaycan bizim üçün evimiz kimidir. Həqiqətən ilk gəlişimizdə özümüzü çox xoşbəxt hiss etmişdik. Kadiyə bildirdim ki, bu dəfə eyni xoşbəxtlik olacaqsa, karyeram baxımından yaxşı olacaqsa, gedək. Quando a gente fala assim em casa Əslində evə qayıtmaq o deməkdir ki, sən özünü orada xoşbəxt, rahat hiss edirsən. Bura qayıdanda hər kəs bizi çox yaxşı qarşıladı. İnsanların sevgisini gördüyüm yerə əlbəttə ki, qayıtmaq istərdim və bunu etdim. Qızımız Sofi Bakıda dünyaya gəldi. Biz bu ölkədə sevgini hiss etdiyimiz üçün onun burada dünyaya gəlməsini istədik. Ferencvaros'un idman direktoru mənə zəng edəndə telefonun səsini qaldırdım ki, yoldaşım Samara da eşitsin ki, Azərbaycana, Qarabağa qayıtmaq variantı var. O bunu eşidəndə kənardan başı ilə mənə deyirdi ki, hə, de qayıdaq. O dərəcədə bizim Azərbaycana bağlılığımız var. como posso dizer... Başqa bir neçə ölkədə olmuşuq, amma oradakı insanlar Azərbaycandakı kimi deyil. Burada istər marketlərdə, istər xəstəxanalarda və digər yerlərdə hər kəs istiqanlıdır. Yardım etməyə çalışır. Burada özümüzü rahat hiss etdirən çox şey var. Tamam fərqli hisslərdir. Bom, é uma história meio doida. Belə deyək, çox qəribə olub tanışdığımız. Kadi Portuqaliyada oynayırdı, orada yaşayırdı. Mən isə Braziliyanın Curitiba şəhərində yaşayırdım. Bir gün Facebookdan mənə dostluq təklifi gəldi və mesaj atdı. Təbii ki, əvvəlcə baxmadım, hətta ona 3 gün sonra baxdım. Pandemiya dönəmi idi, hamı karantində idi. Heç yerə çıxış yox idi. 3 gün keçdikdən sonra isə ona cavab yazdım. Nəticədə başladıq danışmağa. Bir ilə yaxın elə Facebook üzərindən söhbətləşdik. Bir il sonra isə Kadi Braziliyaya, bizim evə gəldi. Qapımızı döydü və ailəmdəki hər kəs evdə idi. İlk dəfə bir-birimizi görməyimizə baxmayaraq, illərin tanışı kimi qucaqlaşdıq. Yenidən onunla ayrıldıq. Daha sonra o Qarabağa transfer olunanda mən də onunla birlikdə Azərbaycana gəldim. Bizim həyat hekayəmiz məhz Azərbaycanda başladı. Na internet, ele não podia vir me ver, eu não podia ir pra lá. Em questão do Brasil, Əsas münasibət burada yarandı, inkişaf etdi. Bir il sonra isə biz Braziliyaya gedib orada ailələrimizlə birlikdə toy etdik. 6 meses, ano. Bir yarım, biri də yoldadır gəlir. Qızımın 2 yaşı var. Qeyd etdiyimiz kimi, o Bakıda doğulub. Növbəti övladımız da bir neçə ay sonra dünyaya gələcək. Isso é um aprendizado na vida dela. İstənilən halda biz Azərbaycanda öz ölkəmizin mədəniyyətini təmsil edirik. Qızım isə burada Azərbaycan mədəniyyətini görəcək, fərqli mədəniyyətlə tanış olacaq. Eyni zamanda bizdən də Braziliya mədəniyyətini öyrənəcək. Yeni dil öyrənmək onun üçün də yaxşı olacaq. Interessante o difícil é aprender. Çox maraqlıdır, amma çətindir. Hətta bizim üçün ingilis dilini öyrənmək o qədər asan deyil. Əlbəttə, istəyirəm ki, Azərbaycan dilini bilim. Əlavə dillər bilmək heç zaman pis deyil. Até de inglês, assim, aprender outras línguas, então. Não, eu gosto muito. Gosto muito. Yeməklərin dadı çox xoşuma gəlir. Bəzən yeyirəm, bəzən özümü saxlayıram. Evimizdə gördüyünüz Azərbaycan şirniyyatlarını sizin üçün stola düzmüşük. Çünki mən onları çox yeyə bilmirəm. Sonra Qarabağın fiziki hazırlıq üzrə məşqçisi Çuda ilə başım ağrıyacaq. Yeməklərin dadına gəlincə, Braziliya ilə oxşar cəhətlər var. Ədviyyatlardan daha çox istifadə edirsiniz və bu bizim çox xoşumuza gəlir. Bir də yeməyə sevgisini qatmaq var. Həm Azərbaycanda, həm Braziliyada yeməklər sevgi ilə hazırlanır. No Brasil também é bastante
bastante, obviamente tem as... Ela, acho que como o Cadi disse. Mən də ədəbiyyat məsələsinə qoşuluram. Braziliyadan fərqli olaraq burada daha çox ədəbiyyat istifadə olunur və bu əladır. Mas não que seja uma comida ruim, é uma comida também boa, saborosa. Eu acho que o Cadi. Bu suala Cadi cavab versin, çünki evin kişisi odur. Realmente tem que ser todos os dias as mulheres, mas eu Əlbəttə ki, qadınlara hər gün dəyər verilməlidir. Amma 8 mart xüsusi gündür və bu gündə xanımlara daha çox diqqət ayırmaq pis bir şey deyil. Nəinki həyat yoldaşına, anana, bacına, qızına və yaxınlarına diqqət ayırmalısan. Mən müntəzəm hədiyyə verməyə xoşlayıram. 8 martda xanımıma adının baş hərfi S formalı gül buketi hədiyyə etdim. Məncə qəşəng idi, amma xoşuna gəlib gəlmədiyini bilmirəm. Com alguma joia, com alguma coisa. A pergunta, no Brasil, Buket xoşuma gəldi. Braziliyada da bu bayram yaxşı qeyd olunur. tem presentes. Lá também é um dia. Eu acho que é a família particular de cada um. Ailə hər kəsin şəxsi işidir, amma mən Azərbaycanlı futbolçuların bundan niyə çəkindiyini bilmirəm. Onu deyə bilərəm ki, həyatındakı ən önəmli insanın yanında olması pis bir şey deyil. Çətin gündə də, yaxşı gündə də xanımın yanındadırsa, bu müsahibədə də, efirdə də ola bilər. Bəzən bir oyun uduzursan, əhvalın pis olur, o səni təsəlli edir. Sənə dəstək olan insanla çıxıb bir yerdə müsahibə verməkdə pis nə ola bilər ki? Que tem que atorar você. Tô brincando. Mənim oynadığım videonu görməyəcəksiniz. Belə bir video var və onu sizə göndərəcəm. Foi a tremedeira. Həmin vaxt məndə titrəmə var idi. Çox möhtəşəm görüş oldu. O anları heç zaman unutmayacağam. Eu acho que ele foi dos poucos treinadores que eu peguei. Qurban Qurbanov həyatımda olan tək-tük məşqçilərdəndir ki, məni futbolçu kimi anlaya bilir. Düşünürəm ki, komandasında olan əksər oyunçular üçün belədir. Çünki o bilir ki, mən komandaya nə qədər xeyir verə bilərəm, hansı mövqedə oynayaram, harda necə olacağımı dəqiq bilir. Tüm bu təcrübələr başqa komandalarda da mənə kömək olub. Onun futbolçulardan istədiyini ala bilməsi məni təəccübləndirmişdi. Eyni zamanda məndən də istədiyini ala bilmişdi. Ele me ajudou nesse aspecto, assim. Assim, realmente ele ficou triste, eu também fiquei triste. Deyirsiniz ki, incimişdi, amma yox, sadəcə ikimiz də çox pis olmuşduq. Hər kəs buna müxtəlif bucaqdan baxa bilər. Əslində mənim gedişim klub üçün heç də pis olmamışdı. Komanda tarixində ilk dəfə 5 milyonu oyuncu satmışdı. Ümumiyyətlə mən başqa ölkədə olsam da, Qurban Qurbanov daim durumumla maraqlanırdı. Ailəmlə maraqlanırdı. Bu səbəbdən həmişə futbolçular özünü bura aid hiss edir. Başqa klublarda bu cür münasibət görməyəndə nəyəsə çatışmazlığını hiss edirsən. Bura qaydanda Qurban müəllimin üzündə sevinci gördüm. Eyni sevinç hissləri məndə də var idi. İkimiz də sevinirdik ki, qayıtdım. Gəldiyim gün gecə saat 11-də görüşdük. Komandanın tərcüməçisi Elvar Quliyev də yanımızda idi. Qurban Qurbanovla görüşəndə o həyatım haqqında, ailəm haqqında soruşdu. Maraqlandı. Təbii ki, bu kiməsə aid bir şey kimi görünə bilər. Amma mənə buranın bir parçası olduğunu hiss etdirdi. Burada yaxşı başlanğıc etdim və bu da komandanın əməyidir. Ele tenta. Qurban müəllim kənardan hər kəsə qəzəbli görünə bilər, amma Cadi deyir ki, onun fərqli ürəyi var. Görüntü bir başqa, daxili bir başqa. Heç vaxt sərt olmur, qəzəbli olmur. Nəsə olanda hər zaman məsləhət verir. Komandadakı futbolçulara ata olmağa çalışır. Sən onun sərt üzünü görməmsən. Um pouquinho.